İran şəhərlər kimdirlər? Belə mən İran şəhərləri pisləyirəm, amma indiyəcən deməmişəm kamil halətdə bu İran şəhərlər kimdirlər? Kimə İran şəhəri demək olur? Baxın bura bir, İran şəhərlər o adamlardır ki, özlərinə 2-3 dana öz nəzərlərində qəhrəman seçiblər və bu qəhrəmanları yalan halətdə öldürürlər. Məsələn, bilir ki, İran şəhəri deyir, Həxamənəşilər, İranidirlər, farsdirlər. Dərhal ki, əslən Həxamənəşilərin üstündə şək var ki, bəyə bunlar Aşurlardan qalır. Çünki bilirik, %99 memarları Aşurların memarı. Əslində nə İrana rəbti var, nə Farslara rəbti. Və hər hal, bu İran şəhərlilər o adamlar da ki, özlərinə bir boti seçirlər. Sonra bu botu gələ təqviyyət eləyir. Yalanla. Nə cür? Məsələn, Zərtoşdur ki, heç rəbti yoxdur. Əvestana Zərtoşdur ki, heç rəbti yoxdur nə İrana, nə Farslara. Gəlirlər ki, bu İranındır və onun sözlərin, Zərtoşdun sözlərin basırlar Kuroş və Həxamənəşi şahların hesabına və kamilən ziddi qom və nicatpərəst bir adamdılar. Yəni özlərinə bir dənə qom seçiblər, Fas. Və hər qomi Fasdan sonra pisləyirlər. Öz təməddünlərin yalan halətdə deyirlər ki, biz dünyanın birinci təməddünü yox, biz dünyada biri yox, dünyada eləydik, beləydik. Dərhal ki, bir kamilən yalan haləti vardı. Tarixi həmişə öz nəflərinə təhrif eləyirlər. Yəni bir yerdə gördük ki, Fas bir hökumətə sarı və ya bir Fas şaha sarı yaxşı söz deyirlər, ya ona sarı bir söz deyilibdir. Mütməyin olun ki, ehtimal var bunun dalsında İran şəhərlər olur. İran şəhərlər inanırlar bütün qovmlara zülm eləməyə, nə həziniyə, Faslara və ya özlərinə nəf yetişməyə. Necə ki, bu İran şəhəri ideolojisi bilirik ki, Riza Pəhləvdən bu arə cürləndi. Görürük. Həm Riza Şah, həm Məhəmməd Rza Şah, həm indi olan şahlar yox, indi olan rəhbərzat yox. İndi olan o ideologilər kollən sözlər bu ki, ərəb pisdir, türk pisdir, bunların dilləri pisdir, nəm ərəb gicidir, türk nəm eşşəhdir, nəm kürdlər dağ keçisi budur sözlərlə bəli idi Faslara yetişəndə. Faslar çox qəşəngdilər, mütəməddin, ali, baba Fas, bəhbə. Bu cür sözləri vardı İran şəhərlərin ki der vaqiə istəyirlər, bütün qovmlar pis ola və Faslar yaxşı ola, Faslar bir boti olur pis əqvama və bu siyasət aparırlar qabağa ki, məni türk deyən Faslar qəşəngdir, mən də bundan sonra farsı danışım. Mən də bundan sonra fars olum. Hədəfləri budur. İran şəhərlərə insanın canının dəyəri yoxdur və tənhazadır ki, bilələrinə mühümüdür. Öz ideolojilərin idaməsidir və öz ideolojilərin diri qalmağıdır. Və xülasə halətdə İran şəhrilər bütün cami bəşəriyyətə, fəqət İrana ya fəqət xas bir ustanlara yox, bütün cami bəşəriyyətə bir əngəldir. Ki bu əngəl gərək qopardaq.